Salam dostlar, mən Ülker. Bugünkü videoda uşaqlıqda qurduğum xəyallardan və böyüdükcə onların necə dəyişdiyindən sizlərə danışacağam. Ə, Belə başlayım kiçik bir hekayə ilə. 4-5 yaşlarında olardım. Böyük bir eyvanımız var idi və bu eyvanda çıxıb mahnı oxumaq mənə zövq verirdi və özümü məşhur bir müğənni kimi hiss edirdim və düşünürdüm ki, ən sonda mahnını bitirirdim və alqışlar səslənirdi və mahnını həqiqətən yüksək səslə oxuyurdum. Ə, Bu əziyyətdən öz ailəm də nəsibini almışdır. Mən elə gəlir hətta qonşularda. Getdikcə bunlar çoxalmağa başladı və bir gün anam gəldi mənə dedi ki, bəs mənə qonşu uşaqların anası deyib ki, uşaqları onlara deyir ki, bəs onun ağlı qaçıb, niyə bu qədər oxuyur? Əslində heç kəs heç nə deməyibmiş, sadəcə anam bu gözəl səsimi korlamayım deyə bu səhnələrdə bunu dayandırmağımı istəyib. Üstündən bir il keçdi və mən artıq bu müddət ərzində gözəl səsimi istifadə etmirdim. Birinci sinifə başladığım zaman da dostumla birlikdə başqa xəyallar qurmağa başladıq. İbtidai sinif müəllimi olmaq istəyirdik. Çünki ibtidai sinif müəllimimizə çiçəklər, güllər, bu kimi hədiyyələr alınırdı və bizim də gözümüzü bu hədiyyələr boyamışdı. İlk uşaqlıq xəyalım əslində belə düşünürəm ki, müğənni olmaq idi və bu gün də bərbad bir səsim var, müğənni ola bilmərəm. Amma ikinci bir xəyalım müəllim olmaq idi. Müəllim olmaq xəyalını yarıya qədər gəldim. Düzdür. Bu məsələdə ailəmin təkidi daha çox idi. Bu yolda davam etməyimi istəyirdilər. Məncə haqlıdırlar bir yerdə. Qadın üçün müəllimlik daha bir asan peşədir. Saat limitləri var, tətili var və s. kimi. Lakin mən 4-cü kursda artıq oxuduğum zaman belə bir qərar verdim ki, mən bu toplumda uşaqlar qarşısına çıxmayacağam. Və küçədə gördüyüm hərəkətlər olsun, bəzi valideynlərin etdiyi hərəkətlər olsun, mənə çox təsir eləmişdi və özümdə o gücü görmədiyim üçün uşaqların qarşısına çıxmadım. Əslində xəyalım artıq burada biraz qırılmağa başladı. Və özümə söz verdim ki, magistratur oxuyacağam və sahəmi dəyişəcəm. Və bunu da birinci ili bacarmasam da, ikinci ili bacardım. Azərbaycanın ən gözəl universitetlərindən biri olan İqtisad Universitetində magistr təhsili aldım, istədiyim ixtisas üzrə və hal-hazırda da bu ixtisas üzrə davam edirəm. Və xəyalımın indi tam formalaşdığını düşünürdüm əslində. Bir müddət var idi ki, 3-4 il bundan qabaq kimi mən IT sahəsində irəliləyəcəm, bu sahədə çox qabağa gedəcəm. Düzdür, bir müddət üstündən keçəndən sonra xəyallarımın necə dəyişdiyinin fərqinə vardım. 4 yaşındakı Ülker başqa bir şey istəyirdi. Sonra bir hadisə yaşadı. 8 yaşındakı Ülker öz xəyalı idimi, yoxsa yaşadıklarından dolayı daha bir rahat yolu seçilməsi üçün müəllimliyi seçməyə çalışırdımı? Zaman keçdi. Aldığım təhsildən IT sahəsinə keçid elədim və mənə ən çox deyilən bir şey bu idi ki, IT sahəsi elədir ki, sən orada çox insanla kontaktda olmayacaqsan və çox rahat bir işdir. Buna görə idi. Və bu da bir məcburiyyətdən yaranan bir şey idi. Öz-özümə bəzən düşünürəm ki, görəsən bunlar mənim xəyallarım idi, yoxsa məcburiyyətdən doğan bir şeylər idi. Şey var, hansı ki 8 yaşımda bu hadisəni yaşamağımdan səbəb olaraq insanlara ilham vermək. Çox sağ olsun bu sosial medianı, onu doğru istifadə etdiyimiz zaman, doğru yönləndirmələr etdiyimiz zaman bizə çox faydası var. Və hər zaman öz-özümə deyirdim ki, fərqliliyi olan insanın yaşam tərzi, İngilislər demiş lifestyle, bunu göstərərək insanların gözündə vərdi şalını ala bilərik və onlar bizi küçədə gördüyündə artıq əvvəlki reaksiyalarını vermirlər və bu bizim üçün də daha asan olur, onlar üçün də. Və mənim kimi olan başqa insanlara da ilham olmaq. Və sonra bu videoları çəkdikdən sonra gördüm ki, təkcə mənim kimi olan insanların deyil də, əslində tamamən həyatı standart gedirmiş kimi görünən insanların da həyatına bir işıq olduğunu fərqinə vardım. Zamanlarda yazmağa başlamışam. Sadəcə yazıram. Doğrusunu desəm, mən bu hadisəni yaşadığımdan bəri yazırdım. Lakin bunları qaldıra bilmədiyim üçün həmin dəftərləri yandırmışdım. Amma indi isə yazdıqlarımı daha çox saxlamaq və onları paylaşmaq istəyirəm. Belə, indi isə xəyallarımın arasında sanki azarlıq kimi bir şey var. Amma bir il sonra bu Ülker nə düşünəcəyim mən də bilmirəm. Buna görə də zaman və həyat, bu qavramlar bizi formalaşdırır, düşüncələrimizi formalaşdırır, eynilə xəyallarımızı da. Görəsən həqiqətən bizdən istəyirik. Belə, ümid edirəm məni biraz da olsa başa düşdünüz. Bəs sizin uşaqlıq xəyallarınız nə idi və zamanla nə dəyişdi? Sağ olun.